104-cü sualdan davam edək. Növbəti sualımız 104-cü sual. Şərtdə deyilir ki, klaviaturadan daxil edilmiş 3 rəqəmli tam ədədin modulunun rəqəmlərinin kubları cəmi ilə rəqəmlərinin kvadratları cəmini fərqini çap edən proqramı Python dilində yazın. Bunun mənası o deməkdir ki, klaviaturadan hər hansı bir ədəd daxil edirik. 3 rəqəmli tam ədədin modulu da verdiyi üçün həmin ədədi modulda göstərəsi ABC ilə yazasıyıq. Və klaviaturadan daxil edildiyimiz 3 rəqəmli ədədin, məsəl üçün, tutaq ki, modulda tam ədəd dediyi üçün mənfi də ola bilər. Mənfi 354 daxil eləmişik. Bunun modulunu salanda bizə verəcək 354 ədədini. Və deyir ki, rəqəmlərinin kubları cəmi ilə biz bunun bir-bir rəqəmlərini ayrı-ayrılıqda hər hansı bir dəyişənə mənimsətməliyik. Tutaq ki, 354 biz buradan 3'ü almaq istəyirik. 354'ü tam olaraq 100'ə bölsək, bizə 3 ədədini verəcək. Bu kənardan bunları yazım. Tutaq ki, 354'dür. Tam olaraq 100'ə bölsək, bizə 3 rəqəmini verəcək. Yəni, birinci yerdə duran. 5'i almaq istəsək, 354 ədədini tam olaraq bölürük 10'a. Tam olaraq 10'a bölsək, bizə 35'i verəcək. Həmin 35'in 10'a bölərək qalığını tapsaq, bizə 5 rəqəmini verəcək. Eyni qayda ilə 4'ü tapmaq üçün 354 ədədini belə deyək, qalığını tapmaq üçün 10'a bölək. 354'ü 10'a bölsək, qalığımız olacaq 4. Deməli, verilən 3 rəqəmli ədədin hər bir rəqəmini ayrı-ayrılıqda bu formada tapırıq. Bu formada tapdıqdan sonra bizə deyir ki, ardıcılıqla əmələ gətir ədədlərin, daha doğrusu burada, rəqəmlərinin kubları cəmi ilə, yəni 3'ün kubu, üstə gəl 5'in kubu, üstə gəl 4'ün kubu. Bundan çıxasıyıq kvadratları cəminin fərqi, yəni 3'ün kvadratı, plus 5'in kvadratı, plus 4'ün kvadratı. Buna uyğun olaraq biz proqramı tərtib etməliyik. Yəni, proqramın burada yazılan sualın mənası bundan ibarətdir. Proqramı tərtib edən zaman klaviaturadan daxil edilmiş 3 rəqəmli ədəd deyirsə, yenə n ədədini daxil edək, n bərabərdir. Burada modulunu, tam ədədin modulunu dediyi üçün ABC formasında yazasıyıq. Ədədimizi klaviaturadan da daxil edədiyimiz üçün int input yazırıq, funksiyasını yazırıq. Yəni input klaviaturadan daxil eləmək, int tam ədəd daxil eləmək, ABC isə tam ədədin modulu deməkdir. Yəni klaviaturadan daxil edilmiş 3 rəqəmli tam ədədin modulu bu cümlə bunu ifadə edir. Ədədi daxil elədikdən sonra yenə bir A dəyişəninə mənimsədirik. Verilən ədədimizi 100'ə tam olaraq bölsək, bizə birinci rəqəmi verəcək. B dəyişəninə mənimsədirik. Verilən ədədimizi tam olaraq 10'a bölüb, sonra 10'a bölərək qalığımızı tapsaq, verəcək ikinci rəqəmimizi. C dəyişənini isə mənimsədirik. Ədədi 10'a bölərək qalığını tapsaq, bu da verəcək bizə 3-cü rəqəmimizi. Bütün bunları tapdıqdan sonra hər hansı bir dəyişənə bunların kubları cəmi ilə kvadratları cəminin fərqini mənimsədə bilərik. Məsəl üçün, yazaq ki, K bərabərdir. Biz burada kub yazmaq üçün 2 ulduz, belə deyək də, qüvvətə yüksəltmək üçün 2 dənə ulduzdan istifadə edə bilərik. A ulduz, ulduz, 3. Üstə gəlinsin B, ulduz, ulduz, 3. Üstə gəlinsin C, ulduz, ulduz, 3. Bundan çıxırıq. Bura yerləşmədiyi üçün mən bu qarşısını buranı təmizləyim. Çıxırıq. Təbii ki, bunların kvadratları cəmini.
A kvadratı, yəni ulduz 2, üstə gəl B ulduz 2, üstə gəl C ulduz 2-ni. Və nəticədə nəyi çap etmiş oluruq? Print K. Yəni K-nı sonda aldığımız nəticəni çapa, çıxışa veririk. Bu 104 nömrəli açıq sualın həlli. Yəni belə bir sadə bir sualdır. Bunu təmizləyək, keçək 105 nömrəli sualımıza. 105 nömrəli açıq sualımızda nə deyir? Tərəflərinin uzunluğu verilmiş üçbucağın növünü. Yəni bilirik ki, əgər tərəfinə görə üçbucağın növlərindən danışırıqsa, riyaziyyatdan da bilirik ki, tərəfinə görə üçbucağın 3 dənə növü var idi. Bərabər tərəfli üçbucaq, bərabər yanlı üçbucaq, müxtəlif tərəfli üçbucaq. Bərabər tərəfli üçbucaq, düzgün çəkilməsə üzürlü sayın, bərabər yanlı üçbucaq. Tutaq ki, işarə elədik A və A və B. Bir də müxtəlif tərəfli üçbucaq A, B və C. İndi bizə deyir ki, tərəflərinin uzunluğu verilmiş üçbucağın növünü müəyyənləşdirən proqramı Python dilində yazın. Yəni, yenə də biz burada if şərt operatorundan istifadə edəcəyik. Bərabər tərəfli üçbucaq olması üçün bizim bilirik ki, 3 dənə tərəfimiz bir-birinə bərabər olmalıdır. Bərabər yanlı üçbucaq olması üçün isə 2 tərəf bir-birinə bərabər, üçüncü tərəf bunlardan fərqli olmalıdır. Müxtəlif tərəflidə isə hər üçü bir-birindən fərqlidir. Elə müxtəlif tərəflidən başlayaq, yazaq. Yəni, fərqi yoxdur, bərabər tərəflidə yaza bilərik. Müxtəlif tərəflidə, yəni hansını istəyirsiniz, birinci özünüz yaza bilərsiniz. Başlayaq. Birinci bunların tərəflərini daxil eləməliyik. Üçbucağın tərəflərini daxil eləmək üçün A bərabərdir int input mütəzən düz qoyaq. B bərabərdir int input, yəni klaviaturadan tərəflərini daxil edirik. C bərabərdir int input. Üçbucağın 3 dənə tərəfini klaviaturadan daxil elədik. Daxil elədikdən sonra təbii ki, if şərt operatorundan istifadə edəcəyik. If şərt operatoru vasitəsilə yazasıyıq. If əgər A bərabərdirsə B-yə, yəni üçbucağın bir tərəfi bərabərdirsə ikinci tərəfə və ənddən istifadə edək. B bərabərdirsə C-yə, yəni A B-yə bərabərdirsə, B də C-yə bərabərdirsə, onda biz çap eləyirik nəyi? Print bizim üçbucağımız bərabər tərəflidir. Bərabər tərəfli üçbucaq çap eləmiş olur. Sonra əks halda verək. Bunu elifin belə deyək, elsin içərisində növbəti dəfə if əmrindən istifadə edərək verə bilərik. Yazaq else əks halda yenə bir şərt əlavə eləyək. Deyək ki, əgər indi yazaq, tutaq ki, müxtəlif tərəfliyə. Müxtəlif tərəfli yazmaq üçün A fərqlidir B. Ənddən istifadə edirik təbii ki. B fərqlidir C və A fərqlidir C. Qoşa nöqtəni qoymağı unutmuruq. Bu halda deyirik ki, print bizim daxil elədiyimiz üçbucaq müxtəlif tərəflidir. Müxtəlif tərəfli üçbucaqdır. Və bunun da bu ifin də else'ini vermiş olsaq, else buradan yazacağım, bura sığmır deyə, print əmri vasitəsilə, yəni artıq
Bərabər tərəfli və müxtəlif tərəfliyini verdiyimiz üçün burada qalır bizə print bərabər yanlıdır. Bərabər yanlı. Hər üç şərti biz burada proqramda vermiş olduq. Bu da tərəfinə görə üçbucağın növlərinin təyin olunması üçün olan bir proqram idi. Bunu təmizləyək. Keçək növbəti sualımıza. Növbəti sualımız 106 nömrəli sual olmalıdır. Biraz böyüdək görünsün. 106 nömrəli sualımız nədən ibarətdir? Klaviaturadan daxil edilmiş natural ədədin 6-ya tam bölünməsini yoxlayan proqram çox sadə. Əgər belə deyək, bir ədəd daxil edirik, hər hansı n bərabərdir, yenə int, input. Ədədi daxil etdik. Daxil etdiyimiz ədədin 6-ya tam bölünməsini yoxlayan proqram. Şərt veririk. Əgər daxil elədiyimiz ədəd 6-ya böləndə qalığımız 0-a bərabərdirsə, print çap eləyək. Nəyi çap eləyək? Həni, hə və ya yox kimi çap edilsin. 6-ya bölünürsə, həni çap eləyirik. Əks halda print yox çap olunur və salam. Bu qədər sadə bir proqram. 106 nömrəli proqram. Keçək növbəti sualımıza, 107 nömrəli sualımıza. 107 nömrəli sualda nədən bəhs eləyir? Klaviaturadan 4 rəqəmli natural ədəd daxil edirik. Məsəl üçün, giriş verilənlərinə verib 2345. 4 rəqəmli ədəd daxil edirik. Deyir ki, ədədin ortasındakı 2 rəqəminin, yəni 3 ilə 4-ün əmələ gətirdiyi ədəd təkdirsə, məsəl üçün 3, 4, yəni 34 əmələ gətirdiyi ədəd təkdirsə, onların hasilini tapacaq. Əks halda cəmini tapacaq. 3 ilə 4, yəni 34 ədədi cüt ədəd olduğu üçün burada bizə 3 ilə 4-ün cəmini tapacaq, verəcək çıxışa 7. İndi 5031 ədədi daxil edib. Əmələ gətirdiyi 2 ədəd 0 və 3-dür. Bunlar tək ədəd olduğu üçün 0-ı vuracaq 3-ə, bizə 0 çıxışa verəcək. Sonra verib 9536. Ortadakı 2 rəqəmin əmələ gətirdiyi ədəd tək ədəddir. Ona görə biz bunların hasilini tapmalıyıq. Bərabər olacaq 15-ə. Deməli, bu şərti ödəyən Pythonda biz proqram yazmalıyıq. Eyni qayda ilə bu şərti ödəyən proqram yazmalıyıq. Bunun proqramını yazmaq üçün təbii ki, biz yenə də bayaq istifadə elədiyimiz kimi belə bir metoddan istifadə edə bilərik. Yəni 2345 ədədini daxil eləyib, həmin ədədin ortadakı 2 rəqəmini tapmaq istəyiriksə, verilən ədədi ilk olaraq tam olaraq belə deyək, bölək, tam bölmədən istifadə eləyək, bölək 1000-ə. Bu ədədi 1000-ə tam olaraq böldük. 1000-ə böləndə ədədimiz bizə verəcək, belə deyək də, birinci yerdə duran rəqəmimizi. Sonra 2345 ədədini tam olaraq 100-ə bölsək, bizə verəcək 23 ədədini. 23 ədədini qalıqla 10-a bölsək, bizə verəcək, buna 2 yazaq, bizə verəcək 3-ü. Sonra 2345 ədədini tam olaraq 10-a bölsək, 234-ü verəcək, qalıqla 10-a bölsək, bizə verəcək 4-ü. Yəni, bu formada və sonuncunu da tapa bilərik. Sonuncunu da tapmaq üçün 2345 ədədini qalıqla 10-a böləndə bizə verir 5 rəqəmini. Yəni, bunların hər birini ayrı-ayrılıqda biz tapmalıyıq
Tapdıqdan sonra biz belə eləməliyik. Bu ədədləri son ortada belə deyək, ortadakı iki rəqəmin əmələ gətirdiyi ədədi tapmaq üçün 3-ü vurmalıyıq 10-a, üstünə gəlməliyik 4-ü. Yəni ikinci ədədimizi vurmalıyıq 10-a, üstünə də 4-ü gəlməliyik ki, biz bunu bir ədəd kimi göstərə bilək, 34 kimi. İndi bunun üçün proqramı təşkil eləyək. Yenə klaviaturadan ədədi daxil eləmək üçün n bərabərdir int input funksiyasından istifadə edək. Int input funksiyasından istifadə edək. Sonra yenə əvvəlki qeyd elədiyim kimi ABC formasında yazacağım mən. A bərabərdir. Verilən ədədimizi 1000-ə tam olaraq bölürük. Birinci rəqəmimizi tapırıq. B-yə mənimsədirik. Verilən ədədi tam olaraq 100-ə bölürük. Aldığımız hissəni, qalığını tapmaq üçün ona böləsik. İkinci rəqəmimizi tapasıyıq. C-yə mənimsədirik. Klaviaturadan daxil edilmiş n ədədini bölürük 10-a. Sonra bunu böləsik faizlə 10-a qalığı tapmaq üçün, yəni tapasıyıq 3-cü rəqəmimizi. Sonda isə k bərabərdir. Verilən ədədi faizlə 10-a bölsək, 4-cü rəqəmimizi tapmış olarıq. Hər hansı bir D dəyişəni mənimsədək, D dəyişəni mənimsədək və bu nə etməliyik? İkinci ədədimizi vurmalıyıq ona, üstünə gəlməyi üçüncü ədədimiz. Yəni, burada ikinci ədədimiz B-dir. B-ni vururuq ona, üzərinə gəlirik S-ni. Bu bizim olur, belə deyək, 4 rəqəmli ədədin ortada gələn 2 rəqəminin əmələ gətirdiyi ədəd. Və bundan sonra nə edirik? Demişdik ki, əgər tək ədəddirsə, 2 rəqəmin əmələ gətirdiyi ədəd, əgər tək ədəddirsə, onların hasilini tapırıq. Əks halda onların cəmini tapasıyıq. Ona görə də şərt veririk. Əgər deyirik bizim bu daxil elədiyimiz, tapdığımız D bölsə 2-yə qalığımız bərabər olsa 1-ə, deməli tək ədəddir. Qalığımız 1-ə bərabər olsa, deməli tək ədəddir. Tək ədəd olduğu üçün hər hansı bir dəyişənə, nə dəyişəni verək? M dəyişəninə mənimsədək bunların hasilini, yəni B vurulsun C-ni. Əks halda, yəni əks halda olur cüt ədəd. Cüt ədəd olduqda isə yenə də M dəyişəni bərabər olsun, B üstə gəlinsin C-yə. Buradan da yazırıq print nəyi çıxışa veririk? M-i çıxışa veririk. Bu 107 nömrəli misalımızın Python'da proqramı bu formada yazılmış olur. Yəni, çox da çətin bir sual deyil. Sadəcə olaraq bölmələrə diqqət edib, hər bir 4 rəqəmli ədədin rəqəmlərini ayrı-ayrılıqda tapıb, sonra ortada alınan 2 rəqəmin əmələ gətirdiyi ədədin tək və ya cüt olduğunu yoxlamaq lazımdır.